Yəni bu set özümə bugünə kimi aldığım ən bahalı hədiyyədir. Milandan almışdım və o qiymətini görəndə o qədər bəyənmişdim ki, dükkanda belə parıldayırdı da. Normalda mən çox belə verirəm, amma çox nadir hallarda verərəm. Çox bəyənsəm və onun alternativi olmasa, o ayaqqabıya məsəl üçün, o səfə, o aksesuara o pulu verərəm. Normalda vermirəm, çünki o, necə deyim, paltarı brend eləyən mənəm. Mən giyinirəmsə, yəni sənsən, o birisidir, insan özüdür də, yəni buna çox inanıram. Amma ki, bu səpi o qədər bəyənmişdim ki, dedim, ay Allah, mən buna pulu verim, yoxsa verməyim, verməyim, neysə, verdim. Və belə bir deyim var ki, əgər bir şey sənə baha gəlirsə, onu nə qədər istifadə edəcəksən, məsələn 100 manatdır qiyməti, sən onu 10 dəfə istifadə edəcəksənsə, onun qiyməti düşür 10 manata. Ona görə mən bu səpi həmişə taxıram ki, o pul gözümə dəyməsin. Yaraşmır, yaraşmır. Məsələn, bu kofta vallahi $10 idi, nə idi? Yəni çox qəşəng.